Ramazan ayı səbir ayıdır və səbrin də mükafatı yalnız nədir? Cənnətdir. Və Allah Teala da səbr edənlərin mükafatını artıqlaması ilə verəcək, hesabsız verəcək. Bizə ki ayədə keçir: "İnnəmə yuvaffəs sabirun əcrahum biğeyri hisab." Allah Teala buyurur ki, səbr edənlərin mükafatı hesabsız veriləcək. Yəni bir həddi yoxdur, miqdarı yoxdur. Allah aləm nə qədərdir, qardaşlar. Səbr də böyük ibadətdir. Digər ayədə Allah Teala buyurur ki, ey iman gətirənlər, səbirlə, namazla Allahdan yardım istəyin. İnnallaha ma'as-sabirin. Allah səbr edənlərlə bərabərdir. Mücahid tabinlərdən, Allah ondan razı olsun, deyir ki, əs-sabru əs-sawm. Səbr nədir? Səbirdir, orucdur. Necə ki hədisdə keçir, səbr ayının orucu, səbr ayı hansı ay oldu? Ramazan ayı. Bir səbr ayının orucu və hər aydan 3 gün oruç tutmaq insanın köksündəki pislikləri aparar. Hansı pisliklərdir, qardaşım? Kin, küdurət, həsəd, paxıllıq, ədavət, düşmənçilik,ğış, yalan və s. Deyir, səbr ayının orucu, yəni Ramazan orucu və hər aydan 3 gün oruç tutmaq qəlbdəki pislikləri silib aparar. Deməli, kim qəlbinin təmizlənməyini istəyirsə, nə eləsin, qardaşım? Oruç tutsun. Oruç tutmaq ona kömək edəcək. Qəlbində qış, yalan, kin, küdurət, həsəd, paxıllıq, düşmənçilik olmaz. Buna səbəb nədir? Oruç tutmasıdır.